Salam hörmətli müəllimlər. Kanalıma yüklədiyim videoların şərh bölməsində sizləri maraqlandıran mövzuları qeyd etmisiniz. Bununla əlaqəli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəbləri və mərkəzlərində çalışan pedaqoji kadrların, müəllimlərin, təhsil verənlərin ixtisasları üzrə attestasiya proqramına uyğun olaraq fortepiano ixtisası fənninin tədrisi və pedaqogikasına dair bir neçə kitab və məqalələri təqdim edəcəm. Təranə Hüseynovanın müəllifi olduğu ifaçılıq sənətinin formalaşmasında fortepiano məktəbinin rolu adlı bu məqalədə 18-ci əsrdə fortepiano alətinin yaranması haqqında, klavir ifaçılığı haqqında, eləcə də Azərbaycanda fortepiano məktəbinin yaranması, nümayəndələri, ifaçılığın hansı mərhələlərdən keçməsinə dair məlumatlar verilmişdir. Musiqi Dünyası jurnalında musiqişünasların, bəstəkarların, ifaçıların elmi tədqiqat xarakterli məqalələri dərc olunmuşdur. Jurnalın elektron variantında bu məqalələrlə tanış olmaq mümkündür. Vəfa Əliyevanın Azərbaycanda fortepiano tədrisinin yaranması tarixindən adlı məqaləsi ilə tanış oldum. Bu məqalədə Azərbaycanda fortepiano incəsənətinin həm tarixi, ifaçılıq, pedaqoji və metodik istiqamətləri araşdırılmışdır. İlk konsertlər haqqında məlumat verilir. O dövrün musiqiçilərinin, bəstəkarlarının rolu haqqında qeyd olunur. Dəyərli, maraqlı bir məqalədir. Digər fundamental əsər Tərlan Seyidovun müəllifi olduğu 20-ci əsrin Azərbaycan fortepiano mədəniyyəti adlı kitabıdır. Burada 20-ci əsrin Azərbaycan fortepiano mədəniyyəti, pedaqogikası, ifaçılıq və bəstəkarlıq yaradıcılığı təhlil olunur. Xüsusilə də Azərbaycan professional fortepiano sənətinin aparıcı pianoçuları, pedaqoqları haqqında məlumatlar, tədqiqatlar əks olunmuşdur. Musiqişünas Zümrüd Dadaşzadənin qeyd etdiyi kimi, Tərlan Seyidov fortepiano sənətinin bir növ sannaməçisi idi. O, bütün dəyərli pianoçular haqqında informasiya toplayaraq onları ümumiləşdirmişdir. Həm də fortepiano üçün yaradılan ədəbiyyatları hərtərəfli təhlil etmişdir. Bu kitabda Georgi Şaroyev, Mayer Brenner, Çövkəb Səfərəliyeva, Rauf Atakişiyev, Nigar Usubova, Fəridə Quliyeva, Elmira Nəzirova, Fərhad Bədərvəyli kimi pianoçu pedaqoqların Azərbaycan fortepiano ifaçılıq sənətində verdiyi töhfələri göstərilmişdir. Eləcə də kitabda Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığına da yer ayrılmışdır. Təqdim etdiyim bu məqalə və kitabları web brauzerlərdən biri olan Google Chrome'un sorğu panelində yazaraq axtarış edə bilərsiniz. Həmin kitabların bəzilərini PDF formatında yükləmək mümkündür. Bəzi məqalə və kitabları isə saytdan yalnız onlayn şəkildə oxumaq olur. Sonrakı videolarımda da sizinlə musiqi və incəsənət məktəbləri müəllimləri üçün nəzərdə tutulan attestasiya ilə əlaqəli olan sualları və mövzuları birlikdə müzakirə edəcəyik.